Salam, hər vaxtınız xeyir olsun, hörmətli Şəhidin TV izləyiciləri. İlk öncə sizin hamınızı bir olan Allahın adıyla salamlayırıq. Və bu günlərin biz Sabah rayon ərazisində yerləşən Badamdar qəsəbəsində deməli, 44 günlük vətən müharibəsinin qəhrəman şəhidi Feyruzlu Əlibəy Samiroğlu'nun adına verilmiş Fatimə Uşaq Bağçasının açılışına gəlmişik, dəvət olunmuşuq. Bizə bura şəhidimizin anası dəvət etmişdir. Və bugün şəhidlərimizin adını yaşatdıqlarına görə Feyruzlu Əlibəy Samiroğlu'nun adına Fatimə Uşaq Bağçasının rəhbərliyinə özlərinin təşəkkürümüzü bildiririk. Sağ olsun, çox sağ olsun ki, bizim şəhidimizin adını yaşadıb, hər zaman şəhidlərimizin adı yaşayacaq, unudulmayacaq və heç vaxtda imkan verməliyik ki, şəhidlərimiz unudulsun. Və burada mənimlə bizim döyüş yolları keçmiş qazi qardaşlarımız var və hər zaman şəhid əllərinin yanında olan, şəhid əllərinə ictimai dəstək göstərən Simara xanım buradadır, həm də özü keçmiş döyüşçüdür. Elə ilk öncə başlayaq Simara xanımdan görə. Simara xanım, biraz sözlərinizi bildirərsiniz, xahiş edirəm şəhidin deyiyə. Öncəliklə hamını salamlayıram. Bütün Azərbaycan torpaqların azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə, başda Əlibəy olmaqla hamısına rəhmət edirəm Allahdan. Ruhları şad olsun, məqamları uca, məkanları cənnət olsun. Ali Başkomandanımıza da böyük təşəkkürlərimi bildirirəm ki, şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün onların adına bağçalar, məktəblər, küçələr salınır, verilir. Bildiyimiz kimi Əlibəy 44 günlük müharibənin igid qəhrəman döyüşçülərindən biridir, ruhu şad olsun. Biz də Respublika üzrə Şəhid Ailələrinin Qarğı Cəmiyyəti olaraq, Abşeron rayon şöbə sədri olaraq, biz də Əlibəyin valideynləri tərəfindən bu tədbirdə iştirak etmək üçün dəvət almışıq. Bu qədər. Ruhları şad olsun şəhidlərimizin. Əziz hörmətli televiziya izləyiciləri, bizim qəhrəman şəhidimizin anası Zənifə xanımın gəlməyinə baxmayaraq artıq bir umutsuz istərdik ki, elə burada çəkilişdə iştirak edən əməkdaşlarımız var ki, bu tədbirin başa ərsəyə gəlməsində çox əziyyət çəkiblər və Fatimə Uşaq Bağçasının rəhbəri Əfrizə xanıma da söz vermək istərdik. Buyurun Əfrizə xanım, öz qəlbinizdən keçən sözləri. Çox sağ olun, təşəkkür edirəm. Gələn ayaqlarımız ilk öncə var olsun. Mənim üçün çox böyük şərəfdir ki, şəhidimiz Feyruzlu Əlibəy Samiroğlu'nun adını öz bağçama vermişəm. Şəhidimizin adını bağçaya verməkdə məqsədim, fikrim onun adını daha da ucaltmaq, onun adını yaşatmaq, gələcək körpələrimizə, balaca fidanlarımıza Əlibəyin keçdiyi yolları bildirməkdir və az da olsa Zənifə xanımın ürəyinə sərinlik verməkdir bağçanın adını, Əlibəyin adını qoymağında. Əfrizə xanım, mən bunu qeyd eləmək istərdim ki, nəinki tək Əlibəyin adını, hətta bizim bütün qəhrəman şəhidlərimizin adını əbədi olaraq daimi yaşatmaq lazımdır və burada tərbiyə alan fidanlar ki var, körpələrimiz ki var, gələcək nəsilimiz var, onlara bütün şəhidlərimiz haqqında dərindən məlumat verib və vətənpərvər böyütmək lazımdır ki, burada böyüyən həmin gənc nəsil ki var, oğlanlar, bu qəhrəman oğlanlar kimi vətənpərvər, vətənsevər böyüsünlər. Bu işdə də dəstək göstərdiyinizə görə, bu ideyanı irəli sürdüyünüzə görə Şəhidin TV kollektiv adından və Azərbaycan Respublikasının şəhid əlilləri və müharibə veteranları müdafiəsi ictimai birliyi sədri Tahir Məmmədov adından sözləri təşəkkürünü bildirirəm. Allah sizdən razı olsun. Şəhidlər heç vaxt unudulmayıb, unudulmayacaqlar. Deyir, şəhidlər ölməz, vətən bölünməz. O yüzden də heç bir zaman şəhidlərimizə rəhmət yox, şəhidlərimizə salam olsun deyirik. Allah təala cəm şəhidlərimizin məkanın cənnət, məqamlarımızı etsin. Hal-hazırda burada qazi qardaşlarımız var. İstərdik Əhməd, buyur qardaş, ürəyindən keçən sözləri. İlk öncə mən bağçanın müdiriyyəti, bütün işçi heyətinə çox sağ ol deyirəm. Allah sizi var eləsin ki, mənim şəhid Əlibəy qardaşımın adı bura verilib.
Əli bəy mənim ixtisas snayper üzrə mən o kurs rəhbəri olmuşam. Mənim kursantım olub, çox savadlı, alicənab, belə mədəniyyətli bir kursant oldu. Şükür Allah'a ki, döyüşdə Suqovuşan azad olunandan sonra da biz görüşdük bir dəfə. Ondan sonra mən yaralandım, öyle müddət keçdi. Əli bəyin şəhid xəbərini eşitdik. Bugünkü gün bura onun adını verilməyi həqiqətən də çox belə qürur verici, əladır. Allah sizdən razı olsun, Allah şəhidimizə rəhmət eləsin ki, valideynlərinə səbr versin inşallah. Buyurun kardeşim. Sizi çatdırma. Bir sözlə demək istəyirdim ki, bir Azərbaycan gənci olaraq vəzifə borcumuzdur və bu bizim birinci bağçamız deyil. Bizim şəhidimiz İzzət Həmidov adına da bağçamız var. Rəhbəri Yeganə xanım da buradadır. Sözü Yeganə xanıma verək. Buyurun. Hər birinizi salamlayıram, xoş gəlmisiniz, gələn ayaqlarınız var olsun. Başda şəhid ailələri, şəhidlərimiz və təbii ki, qazilərimiz ömrümüzün son gününə qədər bu gün ayaq üstə durmağı bacarırıqsa, qazilərimizə borcluyuq canından. Belə deyək də, Lora dildə desək canlı şəhiddirlər onlar. Çünki bu müharibəni görüb gəlirlər. Nə qədər çox sağ ol desəm, azdır. Mənim fikrimcə hər bir gənc bir şəhid adı müəssisəsinə versə, şəhidlər unudulmaz. Yəni, ən azı 50-60 uşaq hər bir şəhidi tanısa, şəhidlər yaşayacaq. Ən azı onların valideynləri yaşayacaq. Biləcəklər ki, övladları unudulmur. Hətta belə bir kəlmə var ki, deyir ki, şəhidlər o vaxt unudulur ki, ölür ki, unudulanda. Bəli. Bax, o şəhidlərimiz heç bir zaman ölmür. Amma unudulan zaman artıq şəhidlərimiz ölür. Təbii ki. Və biz bunlara şərait yaratmamalıyıq. Eynən də siz sağ olasınız ki, xanım qeyd elədi ki, İzzət Həmidov adına, Həmidov adına uşaq bağçası da fəaliyyət göstərir. Artıq belə deyək, 4 ildir ki, İzzət Həmidov adına bağçanın rəhbərliyəm, qürur duyuram, fəxrlə yaşadıram adını. Hər zaman bütün tədbirlərdə nəinki İzzət, bütün şəhidlərimizi və qazilərimizi unutmuruq. Bütün tədbirdə başda İzzət Həmidov adı olmaqla bütün qazilərimizi, şəhidlərimizi vurğulayırıq ki, hamısı tanınsın. Yəni bizim borcumuz tək bir şəhidi tanınmaq deyil, hamısının adını vurğulamaqdır. Bağçamız da xeyirli uğurlu olsun, düşərli olsun. Əli bəyimizin adını yaşadaq, adı bizə düşərli olsun. Nə deyək vallahi, hər kəsə xeyirli uğurlu olsun. Bizim də əlimizdən nə gəlir? Adını yaşatmaq, uşaqlara gözəl təlim, tərbiyə, təhsil vermək. İnşallah ki, belə deyək, bunu bacarırıq və bacaracağıq. Sizə də, bütün xanımlara, başda siz olmaqla dərin təşəkkürümüzü bildiririk ki, bizə dayaqsız, bizə dəstəksiz və bugün yanımızdasınız. Mən nəyə qeyd etmədən istərdim, elə istər Əfruzə xanıma, istər sizə. Mənim şəhidin TV olaraq və Azərbaycan Respublikası Şəhid Əlilləri və Mühafizəçilərin Müdafiəsi İctimai Birliyinin İctimai İşlər üzrə sədr müavini olaraq ən böyük arzumuz nədir ki, heç bir zaman şəhidlərimizə fərq qoyulmaz. Bəzən adlandırırlar 1-ci Qarabağ müharibəsi, vətən müharibəçiləri. Vətənimizin bir adı var, Azərbaycan. Şəhidimizin bir adı var, şəhid. O yüzdən də heç bir zaman nə şəhidimizə, nə qazimizə, nə döyüşçülər, veteranlarımıza heç bir zaman fərq qoymayaq. Çünki vətənimiz birdirsə, birinci vətən müharibəsi, ikinci vətən müharibəsi bu cür adlandırmaq olar və şəhidlərimizə heç bir vaxt fərq qoymaq lazım deyildir. Hal-hazırda da elə məclisimizdə bir şəhid ailəmiz var. İstərdik bir şəhid ailəsi kimi. O da öz ürək sözlərini. Söz verdik bizə görə. Mən də bura dəvət olunmuşam Əlibəyin anası tərəfindən. Allah bütün şəhidlərimizə rəhmət etsin. Mənim yoldaşım 1-ci Qarabağ döyüşlərində şəhid olub. Onun adına da hal-hazırda Abşeron rayonu Göyətli qəsəbəsində olan məktəb adını daşıyır. Onun adına bir küçə daşıyır. Sima xanıma da təşəkkürümü bildirirəm ki, bizi orada bu yaxında tədbirimiz oldu. Onun barəlifi açıldı orada. Rəmziyə xanım məktəb direktoru, çox məmnun. Ondan da əlbəttə ki, mən razıyam bütün iştirakçılardan. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əlibəyin anasına da, atasına da Allah səbr eləsin. Çox sağ olun. Bəli, hörmətli Şəhidim TV izləyiciləri, mən inanıram ki, nə vaxta kimi ki, Azərbaycanda bax, Əfruzə xanım kimi, Yeganə xanım kimi Və ən əsas sizi kimi insanlar var.
qeyrətli Azərbaycan damarlarında Azərbaycan qan axan hər bir vətəndaşı heç bir vaxt şəhidini unutmayacaq, şəhidinə dəyər verəcək, qiymətləndirəcək və hər bir zaman bizim şəhid ailələrinə heç bir şey lazım deyil. Allah dövlətimizə can sağlığı versin. Dövlətimiz necə lazımdır baxın. Şəhid ailəsinə yalnız mənəvi dəstək lazımdır. Onun hər zaman yanında olub şəhidini yad etmək, ziyarət etmək lazımdır. Mən bu yüzden də bugünkü bu tədbirdə bütün əziyyət olanların hamısına, istər şəhidin tevadından, istər Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və mahallə ötənlərin müdafiəsi İctimai Birliyi sədri Tahir Məmmədov adından sizə dərin təşəkkürünü bildirirəm. Allah sizin kimi vətənsevər, millətsevər insanları, qeyrətli, namuslu insanları var eləsin ki, hər zaman şəhidlərimizi yaşayırsın. Bir daha Allah'tan cəm şəhidlərimizin məkanı cənnət, məqamlarının uc olmasını dilərik. Şəhidlərimizə salam olsun deyirik. Hörmətli tədbir iştirakçıları, bildiyiniz kimi bu günlərim Səvər rayonunda yerləşən Badamdar qəsəbəsində 44 günlük vətən müharibəsinin qəhrəman şəhidi Əlibəy qardaşımızın adına Fatimə Uşaq Bağçası verilmişdir. Və bugünkü gün bizim 44 günlük vətən müharibəsində ümumiyyətlə şəhidlərimizə dəyər verən, qiymət verən Azərbaycanın hər bir dəyərli oğlanlarına, qızlarına, ümumiyyətlə Azərbaycan vətəndaşlarına təşəkkürümüzü bildiririk. Bu yüzden də Əfruzə xanım, sizə təşəkkür edirik ki, bugünkü bu tədbirin ərsəyə gəlməsində böyük rolunuz olub və qəhrəman şəhidimiz Beyruzlu Əlibəyin adına bu bağçanı vermişlər. Və hal-hazırda biz bağçanın girişindəyik. İstəyərdik ki, Əfruzə xanımla Zənif ana bağçanın giriş açılışını etsinler. Buyurun. Şehitlerdi şehitler, düşen akşam sabahlar. Şehitlerdi şehitler, parlar yanan çıraqlar. Şehitlerdi şehitler, al yerim, yok yerim. Şehitlerdi şehitler, öyle yalan oldular. Şehitlerdi şehitler, düşen akşam sabahlar. Şehitlerdi Bugün atılış olan bu uşaq bağçasında böyüyen gənclər hamısı Əlibəy kimi qəhrəman, şəhidlərimiz kimi qəhrəman olsunlar. Və bu bağçada tərbiyə alan, ümumiyyətlə Azərbaycanımızda tərbiyə alan gənc nəslin hamısına vətənpərvər böyümək, şəhidlərimizi özlərinə örnək götürmək arzulayırıq ki, hər bir şəhidi özünə pana seçsinlər. Bir daha Allah Taala cəm şəhidlərimizin məkanını cənnət, məqamlarını uca etsin. Şəhidlərimizə salam olsun. Yaşasın Azərbaycanımız. İçdi şehitler, yine bir ud yağdı mavi göllerden. Mermiler döküldü torpağa demden. Kırmızı kan renkli terçin. Hər birinizi salamlayıram. Bugün bizim için çok özel, çok vacib gündür, çok məsuliyyətli bir gündür. Çünkü ilk önce şəhidimizin adını daşıyırıq. Bu bizim için hem gururdur, hem heyecandır. Yani sözlerimiz cümleye yerleşmirmi diye, yani bir onu deyə bilərəm ki, şəhidlər unudulmamalıdır, qazilər unudulmamalıdır. Her bir genç, her bir insan, vətənini sevən her bir insan, her bir müəssisəsinə sahibkar olarak şəhid adı versə, qazi adı versə, analar da şad olar, şəhidlərimizin ruhu da şad olar, qazi qardaşlarımız da en azı görəcək qəziyyətləri hədər getməyib. Qarşımızda nə deyə bilərik, var olun. İnşallah müəssisəmiz düşərli uğurlu olsun. Əfruzə xanım gözəl insan, gözəl dost, layiqli xanım. Əminəm ki, bu adı layiqincə daşıya biləcək. İnşallah sözü müəssisəmizin rəhbəri Əfruzə xanıma vermək istəyirəm ilk öncə alqışlarınızdan. Amma möhkəm alqışlayaq çünki çox həyəcanlıyıq.
gələn qonaqları salamlayıram. Mənim üçün bu tədbirdə danışmaq çox çətindir. Birinci bağçamı çox asanlıqla açmışdım. Bağçanın adı məni çox həyecanlandırır. Hər bir Azərbaycan vətəndaşının borcudur ki, şəhidlərimizi unutmasın. Bağçanın şəhidimiz Əlibəyin adını verməkdə məqsədim odur ki, hər bir körpə, hər bir yeni doğulan uşaq, nəinki tək şəhidimiz Əlibəy, bütün şəhidləri tanısın. Çox həyecanlıyam, həqiqətən də. İnşallah ki, bu bağça Zənifə xanımın ürəyindən az da olsa sərinliyi verər. Hər bir körpə burada xoşbəxt olar. Bütün qayğıları, bütün istəkləri bu bağçada necə lazımdır, həm uşaqlara necə lazımdır burada baxılar. Mənim burada bir balaca qızım var, onun da sözləri var. Birinci filialımın ilk uşağıdır. Sözü veririk Dənizə. Fatma Uşaq Bağçası'nın birinci filialında mən açmışdım və ikincisini də açıram. İnşallah uşaqlarımız burada xoşbəxt olar və təbrik edirəm. Sen götüreceksin. Yaman hediye ederek. Dəvətimizi qəbul edib gələnlərin hər kəsə təşəkkürümü bildirirəm. Biz kimi 44 günlük Vətən müharibəsində mənim iki övladım döyüşmüş. Şəhidim Əli bəy Ağdərə Tərtər istiqamətindən döyüşlərə başlamış. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Kiçik oğlum Məmmədov Feruzi isə Damurov dağdan Füzuliyə qədər müharibənin son günlərinə qədər döyüşmüş və Xudafərin körpüsünə bayraq mancan qəhrəmanı. Mən hər iki övladımla qürur duyuram. Çünki onlar vətənə olan xidmət borçlarını layiqincə yerinə yetiriblər və hər iki övladım dövlət başçımız tərəfindən orden və medallarla tərtib olunmuşdur. Bu bir valideyn üçün qürurdur və Əhruzə xanım, ən böyük təşəkkürüm sənədir. Çünki sən qızım şəhidlərin adını tutursan, sən mənim şəhid balamın adını tutdun, şəhid balamı yaşadırsan. Bu bağça sənə uğur gətirsin. Ruzili bərəkətli olsun. Başda sənin anan Fatimə xanım olmaqla təşəkkür edirəm. Hər ikəsə öz minnətdarlığımı deyirəm. Evinin çırağı sönüp ümidin esrete dönüp gözlerin kanla dolup Evinin çırağı sönüp ümidin esrete dönüp gözlerin kanla dolup kurbanın olmak onlara canım. Simarə xanımın da hədiyəsi var. Zəhmət olmasa ürəkdən alqışlayaq. Öncəliklə bağçanın müddətinə təbrik edirəm və sizə özləri minnətdarlığımı bildirirəm ki, bizim müqəddəslərimizin adlarını yaşadırsınız. Allah sizləri var eləsin və sizlər tövsiyə edərdim ki, bütün bu uşaqlar hamısı vətənpərvərlik ruhda böyüsünlər. Zərfə xanıma da kiçik bir hədiyəm var. Zəhmət olmasa hədiyəni qəbul edərdiniz. Bir hər an qəlbimizdə yatar şirin məkanımda cənnət. Çox gözəl hədiyədir. Möhtəşəm. Bir də bunu bildirmək istəyirəm ki, Abşeron rayon Görəcül kənd məktəbinin adını daşıyan Yusifov İlqarımız da Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Bu yaxınlarda onun orada möhtəşəm bir tədbir keçirildi, anım günü idi. Mən onun xanıma, yəni Rəna xanıma da bir hədiyəm var, töhfəm var. Mümkünsə onu da təqdim edərdim.
sevgisin talan yaptı. Alkışlayan. Söz ol. Hörmətli tədbir iştirakçıları, özünüz bilirsiniz ki, uzun illər işğal altında qalmış torpaqlarımızın azad olunmasında ən birinci biz Müzəffər Ali Baş Komandanımıza, onun apardığı düzgün siyasətin nəticəsində 30 il həsrət altında qalmış torpaqlarımıza azad edildiyinə görə Müzəffər Ali Baş Komandanımıza təşəkkür edirəm. Və mən hal-hazırda mənimlə burada, hal-hazırda da orada xidmət göstərən, ehtiyatda olan Cənab Mayorumuza, Elsəvər müəllimə söz vermək istəyirik ki, öz ürək sözlərini bildirsin. Buyurun Elsəvər müəllim. Çox sağ ol. Mən əvvəla şəhid ailələrini, tədbir iştirakçılarını, rəhbərliyi, eləcə də balaca fidanlarımı salamlayıram. Bugün qürur verici bir hissi. Mənim üçün danışmaq da ağırdır, susmaq da ağırdır. Əlibəy mənim bölməmdə fəaliyyət göstərən kəşfiyyatçı snayper olub. Əlibəyi atası, anası, qardaşı nə qədər tanıyıbsa, mən tanıdığım qədərini tanımayıblar. Və başınızı dik tutun, şəhid ailələri. Həqiqətən, elə bir qəhrəmanlıq nümunələri göstərib ki, Suqovuşan istiqamətində verilən tapşırıqları, hücum tapşırığının yerinə yetirilməsində Əlibəy snayper fəaliyyəti kimi bölmələrimizin taktiki irəliləməsinə çox əlverişli şərait yaradır. Əlibəy həm əskər, həm döyüşçü, eyni zamanda qardaş idi, yoldaş idi. Gülərüz, zarafatçıl idi. Əlini tətiyə qoyduğu vaxt ciddiyyətini alırdı. Dəfələrlə orduda xidmət keçmiş, əskər olmuş hər bir şəxs bilir ki, manqa, qrup, tağım, bölük, tabur anlayışı nədir? Növbəli şəkildə qruplar tapşırığa girəndə, Əlibəy öz növbələr olmayanda məndən inciydi ki, rəis mən yaparmışım, mən qız uşağıyım, burada qalmalıyım. Dedim, Əlibəy, qanunsuzdur, bu birinci qrupun tapşırığıdır, budur, odur. Yəni, həqiqətən çox döyüş ruhlu bir adam idi. Bugünkü gün bura elə bir gündə yığılmışıq ki, çox əlamətlər günlərdir. Bugün uşaq bağçasına Əlibəyin adı verilir. Eyni gündə də Ulu Öndərimizin doğum günüdür, Allah ona rəhmət eləsin. Biz özümüzü həmin Ulu Öndərin irsini mi deyək, onun davamçıları mı deyək, onun siyasətin davamçısı mı deyək kimi hiss edirik. Onun təşəbbüsü ilə fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına hərbi liseyi qurtarmışam. Onun adını daşıyan Heydər Əliyev adına ali hərbi məktəbi bitirmişəm. Zabit kimi fəaliyyətə qarışmışam. Əlibəyin döyüş yolundan mən danışsam, cəmaət ayaq üstədir. Çox, yəni uzun danışmaq olar. Amma qısası, bunu demək istəyirəm ki, torpağa qan düşəndə vətən olur. Torpaq qanla yoğrulanda vətən olur. Alnımızı dik tutmalıyıq, başımızı dik tutmalıyıq ki, qələbə ilə nəticələnən müharibəmiz. Birinci Qarabağ müharibəsinin şəhidlərinin də qanı alınır. Biz onların ayaq izləri ilə Kəlbəcərə, Ağdəriyə, Şuşaya, Laçına girmişik. Onlar o izləri bizlərə bıraxmasaydılar, nailiyyətimiz olmazdı. Xalqın, ordunun, Cənab Ali Baş Komandanın birgə vəhdəti ilə biz Qarabağı azad eləmişik. Tək hərbiçi orada döyüşməyib. Xalq da döyüşüb, anaların duası da orada döyüşüb, xanımların duası da orada döyüşüb. Fəxr edən bir xalq kimi, zəfər qazanmış bir xalqın nümayəndəsi kimi özümüzlə, ordumuzla, prezidentimizlə həqiqətən fəxr edəyək. Təbrik edirəm, uğurlu olsun. Burada vətənpərvər övladlar yetişsin, bayraq, himn, dövlət, bunları dərk edən övladlar, vətənpərvər övladlar yetişsin, xeyirli olsun. Bir daha sizə də minnətdarlıq edirəm. Xanım, bu cür təşəbbüsləri irəli sürmüsünüz. Minnətdarım.
Bayaqların bir ilk çəkilişimizdə Yeganə xanım qeyd etdi ki, bir şəhidim TV kimi və Azərbaycan Respublikası şəhid əlilləri və var veteranların müdafiəsi ictimai birliyi kimi hər zaman arzumuz olub ki, heç bir vaxt şəhidlərimizə fərq qoyulmasın. Bax, bu günlərim həqiqətən də sübutdur ki, 94-cü ilin şəhidi Yusifov İlqarla 2020-ci il 1-ci Vətən müharibəsi, 2020-ci il 2-ci Vətən müharibəsinin şəhidi bayraqları böyür-böyrədir. Arzumuz budur ki, nə şəhidimizə, nə qazimizə fərq qoyulmasın. Vətənimizin bir adı var, Azərbaycan, şəhidimizin bir adı var, şəhid. Allah təala cəmi şəhidlərimizin məkanını cənnət, məqamlarımıza etsin, şəhidlərimizə salam olsun deyirik. Və mən bir daha Zənifaniyə və Əfruzə xanıma, İctimai Birliyimizin sədri Tahir Məmmədov adından və Şəhidim TV kollektiv adından təşəkkür edirik ki, bu günlərin böyük bir, möhtəşəm bir imza atmışsınız, bir işə imza atmışsınız. Şəhidimizin adına uşaq bağçasını vermişsiniz. Bayaqlarım qazilərimizin arasında mən söz verdim, qazilərimizə söz verdim, amma xan kişi yox idi orada. İstərdim xan kişi, buyur qardaşım bura, sən də öz ürək sözlərini bildir və bu bağçaya öz xeyir duanı bildir. Şəhid anamız Zənifə başda olmaqla bütün qonaqları salamlayıram və bağçanın rəhbəri xanıma özlərinin təşəkkürünü bildirirəm ki, şəhid ailələrinə, qazilərə bu diqqətlə yanaşırsınız. Allah sizi qorusun, var olasınız. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Bugünkü gündə həqiqətən Firuzlu Əlibəy, o bizim üçün hər zaman yaşayacaq da, onun adının bugünkü bağçaya verilmə günü bizim ulu öndərimiz, Azərbaycan qurucusu, Azərbaycan qurucusunun banisi olan ümumi lider ulu öndərin doğum gününə təsadüf edib. Bu özü də necə deyirlər, böyük bir möcüzə deməkdir. O gün olsun ki, buradan da qəhrəman övladlar yetişsin məktəblərə, məktəblərdən sonra universitetlərə, sonra vətəni, dövləti sevsin. O demək deyil ki, dövləti qorumaq, hamı hərbiçi olmalı, silah götürməlidir. Birlikdə olsun, savadlı olsun, hərə öz bir vəzifəsində, düşmən üstündə qələbə əldə etməlidir. Hər şeydə bağçadan başlayır, məktəbə və üzü getdikcə həyat lazım yerlərə gətirib çıxardır hamımızı. Allah sizləri qorusun, şəhidlərimizin ruhu şad olsun, Allah ağır qazi qardaşlarımıza şəfa versin, bizi qoruyan ordumuzu Allah qorusun. Komandırdəki Əlbəy haqqında hər şeyi danışdı, Əlbəy bizlə xidmət edib, düzdür, çox dələduz olubdu. Elə tarix yazan oğlanlar deyil, dələduzlar olubdu. Çünki həmişə qaynaq, aktiv, hər zaman hər şeydə önə atılan, həmişə bizim bir kəşfiyyat heyətimiz var idi, onun söz olmasın. Deyir, həmişə qanun pozanlar igidlik qəhrəmanlıqlar yazır. Həmişə qaynaq olanlar qəhrəmanlıqlarına, adlarını tarixə keçirirlər. Allah hamınızı qorusun və çox təşəkkür edirəm, minnətdarım sizə. Yeganə buyurun. Zənifə xanım, siz bilirsiniz ki, nə qədər bizim üçün əziz, doğmasız, artıq belə deyək, biz ailəyə çevrilmişik. Sizin üçün nə hədiyyə eləyərək deyə fikirləşdik, düşündük sizə nə layiq ola bilər. Bizim fikrimizdə sizə layiq olan xatirə qalaraq ancaq şəkillər ola bilər. Xahiş edirəm Əfruzə xanımın adından bizim hədiyyəmizi səmimi ürəkdən qəbul eləyəsiniz. Alqışlayaq əziz qalim. İstedi şehitler, gölde yanan ulduzlar, şehitlerdir şehitler, düşen akşam sabahlar, şehitlerdir şehitler, Allah yanan çırağlar, şehitlerdir şehitler, an yerim, yurt yerim, şehitlerdir şehitler, Arif olanın Xeyirli, düşərli olsun. Buyurun söz. Mən bir şey qeyd edim ki, ehtiyatda olan zabitimiz, mayorumuz qeyd etdi. Həqiqətən də 2020-ci ildə Vətən müharibəsi başlayanda başda Müzəffər Ali Başkomandanımızın apardığı düzgün siyasət və Müzəffər ordumuz sahəsində bu torpaqlar azad oldu. Amma bunu da unutmayalım ki,
Bu zəfəri bizə yaşatmaqda ən böyük dəstək xalqımız tərəfindən. Xalqımızın göstərdiyi dəstək, birlik, Müzəffər Ali Başkomandanımızın qaldırdığı dəmir yumruq altında həmrəy olan, bir olan xalqın birliyi və ordunun sücarəti nəticəsində bax bugünkü gün biz zəfərə imza atdıq və uzun müddət işğal altında olmuş torpaqlarımızda azad etdik və gün olsun ki, işğaldan azad olunmuş o müqəddəs torpaqlarımızda bax belə uşaq bağçaları, məktəblər tikilsin və bizim şəhidlərimizin adı daimi yaşadılsın. Qeyd etdiyiniz kimi qazilərimizin adını daimi yaşadılsın ki, onlar da öz zəhmətlərinin bəhrəsini görmüş olsunlar. Bir daha şəhidlərimizə salam olsun deyirik. Allah cənnət eləsin məkanların, məqamlarımız eləsin deyirik. Qazilərimizə şəfaət və bizə kəlmə bir şey deyim sizə ki, şəhidlərimiz şəhadətə uzalandan sonra, qazilərimiz yaralanandan sonra döyüşün axırına kimi, döyüşdə qalıb ən böyük zəhmət çəkən veteranlarımız olub. Həmin o veteranlarımıza da Allah'tan uzun ömür can sağlığı diləyirik və Azərbaycan xalqına bir daha Allah Taala belə bir gün yaşatmasın, bayrağa bükülüb gəlmiş şəhidlər gəlməsin, anaların gözü yaşlı olmasın. Bu gənc nəsil hamısı süd əmin-amanlıq içində yaşasın. Var olasınız, təşəkkür edirik bir də hamınızdakı şəhidlərimizə belə dəyər qiymət verirsiniz, adları yaşadırsınız. Çox sağ olun, təşəkkür ederim. Hər birinizə ayrı-ayrılığında təşəkkürümü bildirirəm. Gələn ayaqlarınız var olsun. Əfruzə xanım bəyə vurğuladığım kimi gözəl insan, gözəl dostu. Məncə şəhid adını daşımağa layiqli bir xanım, layiqli bir insandır. Və inanıram ki, elə də olacaq, layiqincə daşıyacaq. Hər zaman sizə bu bağça haqqında gözəl sözlər gələcək. Nə deyə bilərəm? Düşərli olsun, uğurlu olsun, bol uşaqlı, bol ruzulu olsun. Ürəkdən hamımız Əfruzə xanımın əziyyətini dəyərləndirək, çox xahiş edirəm. Bir də Cavid müəllim. Eşitmişik gözəl səsiniz var, çox xahiş edirik. Vətən oğlu mahnısını bizim üçün ifa eləyəsiniz. İndi isə qazimiz, gözəl dəyərli insan, gözəl səsli insana söz veririk Cavid müəllimə. Cavid müəllimi ürəkdən alqışlayın, çünki qazimizdir, ən əsası. Buyurun. Düşman at oynadı Araz boyunca, kalbim kan ağlayır bu göz yaşında. Gel boyuna kurban ay vatanım, Şuşa yaylalarını düştümün aldı, farkı bilimi gözleri doldu. Kapkara meşesi saçını yoldu. Gel boyuna kurban ay vatanım, Şuşa yaylalarını sistem alandı, farkı bilimi
gözləri doldu. Topkana meşəsi saçını yoldu. Gel boyuna qurban, ay vətən oğlum. Devrem başımıza neler edipti. Gel boyuna kurban, ay vətən oğlum. Göyçen Zəngəzur əldən gedipti. Gel boyuna kurban, ay vətən oğlum. Şuşa yaylalarını kıştım aldım. Karnım bilimin gözleri doldu. Topkana meşesi saçını yoldu. Gel boyuna kurban, ay vətən oğlum. Şuşa yaylalarını sistem aldım. Karnım bilimin gözleri doldu. Topkana meşesi saçını yoldu. Gel boyuna kurban, ay vətən oğlum. Şuşa yaylalarına sistem aldı. Karı bülbülümün gözleri doldu. Topkana meşesi saçını yoldu. Gel boyuna kurban, gel boyuna kurban, ay vətən oğlu. Allah Teala bir daha şehitlerimize rahmet eylesin. Mekanları cennet, mekanları olsun. Ve Rabbim hemen bugün sizin timsalınızda ve Əlibey kardeşimin timsalında Allah'tan bütün şehitlerimizin mekanını cennet, mekanlarını etsin deyirəm və Zənifan sizin timsalınızda Allah Teala bütün şehit arılarına səbir versin deyirəm. Allah səbrinizi versin. Vətən sağ olsun. Təşəkkür edirik. Zənifə xanım, icazənizlə burada körpələr var. Onları şənləndirmək istəyərik, əgər siz icazə verirsinizsə. İlk öncə sizdən halallıq aldıq. Bu bizim üçün ən vacibidir. Hal-hazırda isə gözəl dəyərli qonaqlarımız var. Hal-hazırda Məxbəni rəqs qrupunu dəvət eləmək istəyirik. Gözəl rəqsi ilə bizi feyziyab eləsin. Buyurun.
əsasında balalarımızı rəqsə dəvət edirik. Hamımız ürəkdən əl çalaq, zəhmət olmasa.
gözəl aktyor Zeynalabdin Tağıyev öz gözəl və şən ifazalarıyla sizin qarşınızdadır. Xeyirli uğurlu olsun. Zəhmət olsa hamı bir yerdə bir gözəl rəqs edin. Səs olun. Senin kucağında olaydı dinmeyeydim. Bu dünyada gülüm senin kucağında olaydı dinmeyeydim. Gülüm senin kucağında ya bedeni bu yazanı ya beni güdasan. Hiç olmasa icazet ölüm senin kucağında. Ya bedeni bu yazar ya behmeni güdazar. Hiç olmasa icazet ölüm senin kucağında. Bu dünyanın umudarı gülüm senin kucağında. Olaydı dinmeyeydin dilim senin kucağında. Bu dünyanın umudarı gülüm senin kucağında. Olaydı dinmeyeydin dilim senin kucağında. Gel bir şey gelerem ben de aşık olup seni seven de dünyanı bana bəxşettin. Gül çiçeği bitir çəməndə gel görüşen gelerem ben de aşık olup seni seven de dünyanı bana bəxşettin. Yüzünü qaraldı bağlarda gülüm
Siz bizə həqiqətən dayaqsınız, sözün əsl mənasında. Belə söhbət nə bilim, hansısa zəngdən indi getmir ki, bizi plan yerə tapşır, bizim heç nəyə ehtiyacımız yoxdur. Elə şeylər var ki, yəni həll olunurlar məsələlər. Amma ki, dayaq, hörmət, gözəl sözlər bu bizə güc qüvvətdir. Var olun. Sağlıksız olmaqdan, hamız olmaqdan təşəkkür edirəm. Bu günləri şəhid Feyruzlu Əlibəy adına bağçamız bugündən etibarən fəaliyyətə başladım. Bugün açılış günü idi. Gələn hər bir qonağına xüsusi təşəkkür edirəm. Mən çox fəxr edirəm. Mənim üçün çox böyük qürur hissidir ki, bağçamızın adı Əlibəy, şəhidimiz Əlibəyin adını daşıyır. İnşallah ki, şəhid adına layiqli bağçalardan olar. Balaca körpələrimizə təlimində, təhsilində, tərbiyəsində bağçamızın böyük rolu olmuş olar. Çox sağ olun. Şəhidim TV-yə çox təşəkkürümü bildirirəm ki, bugün bizim bu özəl günümüzdə həm Zənifə xanımın, həm mənim özəl günümüzdə bu kadrları qeydə alır. Minnətdaram, təşəkkür edirəm Cavid müəllimə. Buradan gəldim.